Radiotezliklərin ayrılması və istifadəsi prosesi necədir? Radiotezlikdən istifadə etmək istəyən fiziki və ya hüquqi şəxslər əvvəlcə Radiotezliklər üzrə Dövlət Komissiyasından icazə almalıdır. Bu proses Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiqlənmiş radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları ilə tənzimlənir. Radiotezlik ayrılmasına icazə almaq üçün Dövlət Komissiyasına aşağıdakı sənədlər təqdim edilir. Radiotezlik nominallarının istifadəsi ilə bağlı ərizə. Ərizəçi hüquqi şəxsdirsə və ya xarici hüquqi şəxsin filialı yaxud nümayəndəliyidirsə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti. İstifadə olunacaq radioavadanlıqların texniki göstəriciləri. Planlaşdırılan şəbəkənin təyinatı. Radiotezliklərin diapazonu, sayı, zolaq eni və texnologiya haqqında məlumatlar. Dövlət Komissiyasının iclasında müvafiq qərar qəbul edildikdən sonra istifadəçi konkret tezlik nominalının, kanalın ayrılması üçün 10 gün müddətində Dövlət Radiotezliklər İdarəsinə müvafiq sənədlərlə müraciət etməlidir. Tələb olunan sənədlərin siyahısı ilə Dövlət Radiotezliklər İdarəsinin rəsmi saytında istifadəçilər üçün və elektron xidmətlər bölməsində tanış ola bilərsiniz. Bu mərhələdə Dövlət Radiotezliklər İdarəsi icazə verilmiş tezlik diapazonundan konkret radiotezliyi təyin edir. İstifadəçi ilə tezliklərdən qanuni istifadə və tarifə uyğun ödəniş üçün müqavilə bağlayır. Bu mərhələ başa çatdıqdan sonra radioavadanlıqların mülki dövriyyəsinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi icazə alınmaqla radioelektron vasitələrin anket sənədləri Dövlət Radiotezliklər İdarəsinə təqdim edilir və ödəniş edildikdən sonra qeydiyyata alınır.